hər vaxtınız xeyir olsun əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, Ramiz Mehdiyevin həbsi, keçmiş fəaliyyəti və siyasi mövqeləri ilə bağlı studiyamızın qonağı ilə həm söhbət olacaq. Bugünkü qonağımız Azərbaycanın Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki sabiq baş konsulu, 91-lərdən biri Xeyrəddin Qocadır. Xeyrəddin müəllim, xoş gördük sizi. Qeyd etdiyimiz məsələ ilə bağlı, Ramiz Mehdiyevin həbsi ilə bağlı nə düşünürsünüz? Bu barədə təəssüratlarınızı öyrənmək istərdik. Xəyanətkardır, dövlətə xəyanət eləyib, dövlət çevriliş edib deyə bilmərik. Çünki hüquq yol vermir, məhkəmədən sonra məlum olacaq. O fikrə düşüb. Amma o bir şey unudub. Mən artıq bu sözlərimi də demişəm, yazmışam, təkrar eləsəm yaxşı olar. O bir şey unudub ki, Azərbaycan dövlətinin başında ümumi lider Heydər Əliyevin oğlu İlham Əliyevdir. O bunu hesaba almayıb. Ona görə də baş tutmayıb. Onun istəkləri baş tutmayıb. Qaldı istintaqa, istintaq bunu müəyyənləşdirəcək. Ondan bir şey biləcəyik. Artıq bir neçə məqalə bu yaxınlarda xahiş edədilər yazdım. Çünki mən o deyir adam yıxılanda, ataların bir söz var da, yıxılan ağac çox adam baltalayır. O mənə aid məsələ deyil. Yəni mən heç qətiyyən o barədə fikir söyləmək istəmirdim, amma indi görürəm də oradan da bu simasız adamları görürəm. Vaxtıyla onun qabağında iki qat əyilirdilər, ona Allah hesab edirdilər, amma indi başqa sözlər danışırlar. Onlar da bütün mətbuata yayılıb, yarısını da mən yaymışam. Facebookda da yaymışam, başqa yerlərdə də yaymışam, kimlər nə deyib, nə inəyib. Məsələn, o gün bir danışır, hamı tanıyır onu. Sual verirlər ki, Ramiz Mehdiyev haqqında mövqeyinizi bildirin. Deyir, istintaqı gözləyək. Deməli, belə çıxır ki, bütün bu yazılanlar da mənasızdır, qəzet jurnalların yazdıqları da mənasızdır, saytların yazdıqları da mənasızdır. Bu bizdən ağıllı çıxıb. Güya biz bilmirik ki, istintaqı gözləmək lazımdır. Sadəcə olaraq bunun deməli qaranlıq işi olur Ramiz Mehdiyevlə daimi. Ona görə də bu belə danışır. Simasızcasına. Sənə deyirlər mövqeyi bildir. Sən Ramiz Mehdiyevi neçə illər, 30 il tanıyırsan, 25 il tanıyırsan. Necə sən istintaqı niyə gözləyirsən ki? Sən onu bilmirsən necə adam olduğunu. Bilirsiniz, bu adamlar məndə əsəb yaradır. Mən sizə ciddi deyirəm. Bu adamlar məndə əsəb yaradır. Bilirsiniz, bu artıq yıxılıb, bunun haqqında hamı danışır. Hamı danışır və 90% yalan danışır, boğazdan yuxarı danışır, uydurma danışır. Bilirsiniz, lazımdır həqiqəti danışmaq, həqiqəti olduğu için demək. Ramiz Mehdiyev çox böyük düşməndir. Onu, ümumiyyətlə, bəlkə də ədəbi söz yoxdur ki, təsvir edəsən. O, Azərbaycanda hamıya pislik eləyib. Yüzlərlə adamın çıxışlarına baxmışam. Facebookda, sosial mediada, YouTube'da, orada, burada. Hərəni bir cür incədib. Hərəni bir cür incədib. Belə öz başına eləyib. O, deyirlər ki, o ikinci şəxs olub. Ramiz Mehdiyev heç vaxt ikinci şəxs olmayıb. Ramiz Mehdiyev ömrü boyu, bütün vəzifələrdən ikinci şəxs olmayıbdı. Mən düzdür, indi qərəzli də olsa yazmışam ki, o mənim üçün həmişə sonuncu şəxs olub. Amma o ikinci şəxs ümumiyyətlə olmayıb. O özünü o qədər deməli belə aparıb ki, nədən özünü ağa kimi aparıb, ölkədə öz başına eləyib ki, cəmaət elə bir ki, o ikinci şəxsdir. Və belə olmaz. Sonra adamlar danışırlar indi də, məsələn, tutaq ki, deyirlər ki, o filan iş eləyib, filan iş eləyib, filan. Elə şey ola bilməz axı. Sadəcə onu çox şişirdirlər. Özdə o boz kardinal deyirlər, yeri gəlmişəm, onu da sizə deyim ki, boz kardinal söz bizim söz deyil, o qara vəzir deməkdir. Boz kardinal və boz kardinal haqqında mən başqa sözdə demişəm. Boz kardinal bilirsiniz 17-ci əsrdə olub, siyasi xadim olub, dövlət gördüyü işlərdə bəzən ona məsləhət alırdılar ondan. Ona deyirlər boz kardinal. Mən isə boz kardinal buna deyildiyini onunla əsaslandırmışam ki, o birisi televiziyalarda ki, bu sifəti bozdu sadəcə olaraq. Bu insana yapışmayan bir insandır. Bilirsiniz, o mənada mən bunu belə əlaqələndirmişəm ki, o mənim fikrimdir. Amma əslində boz kardinal deyil o. Qara vəzir deyirlər ona, belə bir şey deyirlər. O da heç buna, o da yaramır buna. Buna heç nə yaramır. Bilirsiniz, bu sadəcə olaraq bu adam öz xırda vəzifələrindən istifadə edib özünü böyük kimi göstərib. Bu adam sadəcə olaraq, bilirsiniz, bu heç bir iş görməyib Azərbaycan üçün. Azərbaycan xalqını sevməyib. Əyri işlərlə məşğul olub. Daim öz krestosundan istifadə edib, insanları bədbaxt edib, insanları işsiz qoyub, çörəksiz qoyub. Mən nə deyim bunun haqqında? O deyilən sözlərdir, hamısı. Bunlar həmin adamlardır. Bunlar Ramiz Mehdiyevdən də qorxuludular. Bu
Bu simasız adamlar. Hər bir mənfi və pis işləri barədə fikirlərinizi qeyd etdiniz, amma vətənə xəyanətdə ittiham beləsə ən ağır ittihamdır. Birisi necə deyil, ona görə insanlar danışırlar ki, bunun maddələri çox ağırdır. Yəni ki, bu buna layiqdir də. Vətənə də xəyanət eləyir, dövlətə də xəyanət eləyir, dövlət bir şey eləmək istəyib, daha doğrusu cəhd eləyib. Ona görə də dövlət açıq-aşkar bütün mətbuatda yerdə ya ki, bu maddələr qoyulub üstünə. Elə belə qoyulmayıb ki. Maddələr ona elə belə qoyulmayıb. Ona görə də bu adamı bağışlamaq olmaz. Bildiyimiz kimi siz də 91-lərdənsiniz. Ramiz Mehdiyev məhz 91-lərə qarşı sərt mövqedə olub. Sizə qarşı hər hansısa bir təzyiqlər olub. Bilirsiniz, mən özümdən danışmaq istəmirəm. Mən 23 il işsiz qalmağımın səbəbkarlarından biri o olub əlbəttə. Qalanlarını bilmirəm. Yəni, o mənə şəxsən böyük zərbələr vurub. Məsələn, mən demədiyim şeyini də burada deyə bilərəm ilk dəfə. Mən İstanbulda bilirsiniz, baş konsul işləyirdim. Orada 3 dəfə yoxlama göndərib o. Üzərimə dedilər o yoxlayanlar. Və heç şey də tapa bilməyiblər, məlum məsələdir. Tapa da bilməzdilər. 23 ildə işləmirəm də, nə olmalıdır ki? O vaxtda mən yadıma gəlir, Nəsir Manquliyevin kitabı vardı, mən oxuyurdum. Orada deyirdi ki, qadın həyat yoldaşına açmadığı sirrini jurnalistlərə açırdı. Açırdı daha doğrusu Sovet dövründə, indi elədir elə. Amma baxın, görün indi jurnalist nə qədər hörmətli olub. Sovet dövründə xüsusilə hörmətli idi. İndi bu nə deməkdir? Biz də bunları tanıyırıq şəxsən. Onlar da cəzalanmalıdır. Kim idi Ramiz Mehdiyev gecə gündüz mətbuatında, qəzetində tərifləyən? Kim idi? Bunlar hamı tanıyır. Ona heç var. Əvvəldən də 20 il qabaq onun haqqında biz çıxışlar eləyirik. O vəzifədə olanda. Bəs mən niyə yaltaqlanmadım? Niyə? Nəyə görə mən o yaltaqlanım? O kimdir ki? Atanım mən doğuş gərvansızsa bir simasıza mən yaltaqlanım. Adamın bir siması olar da, bir kişi sifəti olar, bilirsinizmi? Bu adamlarda bu yoxdur, indi də yoxdur. Ona görə də Ramiz Mehdiyevə yaltaqlanırdılar. Onlar mövqe zat dəyişməyirlər. Onlar sadəcə olaraq elə mövqeləri Ramiz Mehdiyevin mövqeyidir. Onlar ən qorxulu ilanlardır. Bilirsiniz, zəhərli ilanlardır. O vaxt tərifləyirdilər. İndi bunlar necə onu tərifləyə bilərlər? Bəs Ramiz Mehdiyevin Azərbaycan və FETÖ kimi xarakterize olmasına fikriniz necədir? Onu mən demişəm mətbuatda. Birinci mən yazmışam onu. O durur yazı. Bu əhvalatdan sonra yazdım. Çünki mən FETÖ-nün işlərini bilirəm Türkiyədə. Hətta mən gedib o vaxtı istəyirdim ki, Türkiyə televiziyalarında çıxış edeyim. Mən işsiz, onda gəlmişdim, Azərbaycana gəlmişdim. Amma sonra mənə dedilər ki, olmaz, həm sən elə bir başqa partiyadansan, həm də ki, orada başqa bir iş gələr. Birisi deyəcək ki, bu FETÖ-çülər eləyib, o birilər deyəcək iqtidar eləyib, FETÖ-nün üstünə yığmaq üçün. Mən də getmədim. Bilirsiniz, mən istəyirdim ki, Türk dövlətin başçısını, Ərdoğanı müdafiə edeyim. Mən ona böyük hörmətim var. O Türkiyə dağlardı o olmasa. O çox böyük insandır. Ona görə bilirsiniz, bəzi şeylər var ki, eləmək olmur da, yəni adam öz istədiyini eləyə bilmir. Qaldı FETÖ məsələsində, o sözü mən demişəm mətbuatda. FETÖ-dür. Bunların hansını bilsin deyəsən, mümkün. Əgər oturub axşamadan biz sizinlə danışsak, onları sahib qutarmaq olmaz. Bunların kökünü kəsmək lazımdır. Ona görə mən FETÖ dedim. Və siz necə düşünürsünüz? Ramiz Mehdiyevin yanında olan şəxslərlə bağlı hər hansısa bir həbs qərarı olacaq? Bilirsiniz, fikrə görə, mövqeyə görə bəzən insanı tutmurlar. Amma onunla iş görən adamlar var axı. Ramiz Mehdiyev bu dövlət çevrilişini, dövlətə xəyanəti, prezidentə xəyanəti tək başına edə bilməz axı. Mümkün deyil. O dəstələr tapılacaq yəqin. O dəstələr tapılacaq və dövlət də bəzilərini görünür, bilir. Ola bilməz. Yəni, dövlətdir da, bilirsiniz. Bunlar dövlətlə zarafat eləyirlər. Bunlar anlamırlar bunu, anlamırlar, başa düşmürlər ki, Azərbaycan dövləti elə belə dövlət deyil. Bu, ümumi lider, bayaq dedim ki, qurduğu dövlətdir. Bu, elə belə qurulmayıb. 150-200 illiyə, 500 illiyə, 300 illiyə, nə bilim, nə qədər qurulub, Allah bilir. Bu dövləti elə hər küşədən keçən gəlib yıxsa, onda bu dövlət olmaz ki. Onda bizim dövlətə inanırıq. İnsanların inamı var dövlətə, bilirsiniz. İnsanlar həyatını verirlər torpaq üçün. Baxın, bəli, indi mən təkrar eləmək istəmirəm. 200 ildə, 300 ildə torpaq alınmırdı. O torpaq almaq hər kişi işi deyildi. Nətər bu, belə dövləti, Ramiz Mehdiyev 87 yaşında adam dursun desin ki, mən filan kreslonu istəyirəm. Nə olsun, mən də çox şey istəyirəm. Onun üçün də o vəziyyətə düşdü. Və bunlarda ağıl var, düşüncə var. Və bunlara, bəs niyə inanırdılar o vaxtda? Mən birinci gündən bilirdim ki, bunların ağlı, düşüncəsi
siması, savadı yoxdur. Yazdıqları kitab, o kitab da yaza bilmir. O savadsız adamdır. Hər yerdə yazmışam, oxumusunuz yəqin. Bunun kitablarını da başqa adam bir kişi mən bilirəm. Birini Facebookda yazır, Əsabəli kim, nə bilim, bir nəfər adam, tarixçi, onun kitablarını yazırmış. Birini də mən bilirəm, onlar da açılacaq. Hamısı açılacaq. İkisini mən bilirəm daha doğrusu onunla əlavə. Bu adam adını akademik qoyub. İndi mən o qədər Ramiz Mektəbdən danışdım ki, ümumiyyətlə yazdım ki, sadəcə məni məcbur elədilər də. Mən istəmirdim bunları eləyim. Çünki etmişəm vaxtı ilə. Danışdım ki, artıq akademikliyi mənə verməklər. Ramiz Mektəbin akademikliyini alıb mənə vermək lazım. Mən artıq Ramiz şurnas olub getmişəm. Olmaz. Bunu akademik, hər adam akademik adı verərlər. O akademiyanın başına oyun gətirib. Hələ o akademiyada işləndə də mən çıxış elədim. Dedim, onu oradan qovacaqlar. Jurnalist sual verir ki, özü getməyəcək. Dedim, qətiyyən o özü getməz. Qovacaqlar. Gördünüz, qovdular. Onu oradan qovacaqlar demişdim. Televiziyada çıxacaq, bütün Azərbaycan xalqı bilir onu. Kim qulası bilir, mətbuatda da var. Təkrar da verirlər. Yaxşı, bu adam heç yerə layiq olan adam deyil. Məsələ oradadır. Mən təəccüb edirəm. Buna yaltaqlanırlar, nəyə görə yaltaqlanırlar? Gördür, mən Ramiz Mektəb işləyənlərlə heç danışmadım burada. Əsasən buna yaltaqlanan adamlardan, bu simasızlardan onu güya göylərə qaldıran, boz kardinal kimi, nə bilim, ikinci şəxsi. Bu özünü o vəziyyətə salır. Bu adam, dedim bayaq, ola bilməz ikinci şəxs olsun. Onu mən indi öz qərəzən demirəm. Bunu hamı ağıllı adamlar, məndən də çox ağıllı adamlar, bunu təkrar deyirlər ki, bu adam savadsız adamdır. Bunu mən özümün uydurmuram, mənim ona qərəzim var. Nə biləm, o mənə də demirəm mən ona. Amma bu adam həqiqətən qabiliyyətsiz və savadsız adamdır. Sadəcə olaraq əhri yolları yaxşı öyrənib. Xalqa pis eləməyi yaxşı öyrənib. Bizim Azərbaycan xalqına pis eləyib o. Ziyan vurmaqda belə. Ziyan vurub, həmişə. Bilirsiniz, artıq Ramiz Mektəbdən qoy istintaq məşğul olsun. Həbs qərarı verilməsin. Belə küçatlarım, nətər deyim, haqqı olanda, haqqı olmayanda hamısı Ramiz Mektəbin əleyhinə çıxıb danışırlar. Həm də çox boğazdan yuxarı mənasız, məntiqsiz danışırlar. Oyun çıxardırlar bir sürü. Mən bunu istəməzdim, məni o formada tanısınlar. Və məni bu yaşa qədər o formada tanımayıblar. Mən sizə təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verişimizin sonuna gəldik. Gələn görüşlərə dək.